Və yaxşı ki. Hə, deməli belə. Öyrəniyorumdakı suala baxaq. Deməli, bu sualda əgər biz A ilə C-ni birləşdirsək, ADS 3 bucağında, A'yı median olur deyə bu sahələr birbirine bərabərdir. Məsələn, bura S-dirsə, bura da S-dir. Sonra diagonalın yuxarı tərəfi ilə aşağı tərəfi eyni olur həmişə. Yəni yuxarı kesdi, aşağı da kesdi, o heç. İndi buranı da işləyək. BF 2M-dirsə, FC də 1M-dir. BF 2M-dirsə, FC də 1M-dir. Belə. Məsələn, nə etmək olar burada? Bu hissə A-dırsa, 2M-ə görə də 2A-dır. Əla. Bildik. İndi beləyək. Bax, bütöv sahə 48-dir. Asan sualıymış bu. Bütöv sahə 48-dir. Onda bu tərəf yuxarı hissə nə qədər eləyir? 24 eləyir və o da yarı bölünür 12. Sonra bu diagonalın aşağı hissəsi də 24'dür. Prosto burada A2A kimi bölünür. Yəni 3A 24'dür. A da 8'dir. Onda bu hissə 16'dır. Onda rənglənmiş hissə 12 ilə 8'in cəmi olan 20'dir.